Ümumiyyətlə, ordu birləşmələrinin yerinin dəyişdirilməsi əvvəlcədən planlaşdırılmış, özü də bu şəkildə ordu birləşmələrinin, yəni hərbi dəniz qüvvələrinin böyük bir eskadrilyasının və həmçinin digər qoşun birləşmələrinin yer dəyişməsinin həyata keçirilməsi uzun müddət ərzində planlaşdırılan və yaxud da nəzərdə tutulan plana uyğun olaraq, həyata keçirilən plana uyğun olaraq reallaşdırılır. Bu baxımdan bu proseslərin özü də müəyyən belə deyək, vəsait, müəyyən xərclər tələb edir. Yəni heç bir dövlət bu böyük xərcləri sadəcə olaraq qorxutmaq, sadəcə olaraq hansısa bir görüntü yaratmaq məqsədi ilə həyata keçirə bilməz. Əlbəttə ki, görünən odur ki, Abrams Lincoln adını daşıyan təyyarə, adında olan təyyarə daşıyan və onunla bərabər yedək, yəni köməkçi və dəstəkçi gəmilər, hətta sualtı gəminin əməliyyat taktik raket kompleksləri daşıyan sualtı gəminin də proseslərdə iştirak etməsi və Oman ərazisinə yaxınlaşması, daha doğrusu İran körfəzi ərazisinə yaxınlaşması əlbəttə ki, müəyyən əməliyyatların hazırlanmağına bir işarədir və həm Rusiya tərəfi, həm Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və Çin paralel olaraq təbii ki, vəziyyətin nə qədər gərgin olduğunu anladıqlarından həyəcan təbili çalmağa çalışırlar və ən əsas narahatlıq isə Səudiyyə Ərəbistanı və ümumiyyətlə Ərəb dünyası tərəfindədir. Ərəb dünyası tərəfindən həyata keçirilir, yəni körfəz ölkələri tərəfindən. Onlar çox yaxşı anlayırlar ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı ümumiyyətlə bölgədə hegemonluğa və hökmranlığa istiqamətlənən addımları və obyekt olaraq İranın götürülməsi vəziyyəti nəinki gərginləşdirər və bütün bölgədə böyük bir krizisin, böyük bir qarşıdurmanın formalaşmasına gətirib çıxarar. Əlbəttə ki, məsələyə bir neçə istiqamətdən yanaşmaq daha doğru olardı. Bu, hərbi taktiki və hərbi texniki baxımdan məsələlərə yanaşmaq daha doğru olardı. Yəni, Amerika Birləşmiş Ştatları, deyək ki, İraq və yaxud da Liviya, yaxud da Əfqanistan əməliyyatlarında, Avropanın mərkəzində Yuqoslaviyaya, yəni Serbiyaya qarşı həyata keçirdiyi əməliyyatlarda qazandığı uğuru qısa zamanda burada reallaşdıra biləcəkmi? Və bu hərbi texniki imkanlar, hərbi texnikalar buna imkan yaradırmı? Əlbəttə ki, adını çəkdiyim ölkələrin ərazisi və potensialı əlbəttə ki, İran qədər deyil. İranın həm ölkənin ərazisi böyükdür, yəni dərinliyi var. Bu çox vacib məqamlardan biridir, hərbi taktiki baxımından, yəni hərbi taktiki baxımından dedikdə, yəni hərbi obyektlərin, hərbi strateji obyektlərin gizlədilməsi, yerləşdirilməsi baxımından... Balaca bir ərazidə müşahidə aparmaq, kəşfiyyat həyata keçirmək daha asandır, nəinki İran kimi böyük bir ərazisi olan. Bu birinci. İkincisi, ölkə ərazisi demək olar ki, dağlarla əhatələnib, yəni buranın əgər biz coğrafi xəritəsinə baxsaq onu görərik və çoxlu səhralıqlar mövcuddur, həm mərkəz vilayətində, yəni Tehranın cənubuna doğru Şiraza qədər, Əhvaza qədər olan ərazilərin böyük hissəsi səhra və yarım səhra ərazilərdir. Və uzun illərdir, 1981-ci illərdən başlayaraq və 90-cı illərdən başlayaraq, çünki 88-ci ildə səhv etmirəmsə müharibə bitdi, İraqla müharibə bitdikdən sonra İran ərazisində yenidən ordu birləşmələrinin infrastrukturunun yenilənməsi həyata keçirildi. Bu prosesdə Rusiya və Çin mütəxəssislərinin iştirakı ilə bu proseslər həyata keçirildi.